Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Anin nebi sallallahu aleyhi ve alih ennehu kal ya Ali afdalul cihad men asbaha la yehummu bi zulmi ahad. Ya Ali men khafen nasu lisanehu fehuve min ehlin nar. Hadislerin birinde Hazreti Peygamber salavatullah aleyhisselama buyurur: Ya Ali, en üstün cihad odur ki bir kez başkalarına zulm eləməyi qəsdi olmayan halda sübh eləyə. Əfzəlul cihad, cihadın ən üstünü mən o kəsə məxsusdur ki, əsbəhə o kəs sübh eləyə, lə yəhummi bi zulmi əhədin. O kəsin qəsdi budur ki, başqalarına zülm eləməsin. Əgər bir insan bu qəsdlə səhəri açarsa, bu niyyətlə sübh eləyərsə, onun bu əməli ən üstün cihaddır. Ardınca Peyğəmbər salavatullah buyurur: Ya Ali, mən xafən nasu lisanə fəhuvə min əhlin nar. Ya Ali, o kəs ki insanlar onun dilindən qorxurlar, o cəhənnəm əhlidir. Əvvəla onu deyək ki, bu kimi hədislərdə gəlir ən üstün cihad, ümumiyyətlə ən üstünlükdən danışılır. Buna deyirlər siğə-i təfsil, üstünlük siğəsi. Bu mütləq üstünlük mənasında deyil. Yani en üstünü budur ve bundan üstünü yoktur mənasına deyir. Mesela bu növ üstünlükler her dilde müşahidə olunabilir. Mesela bir nəfər əyləşib, başka biri gəlib deyir ki, en yaxşı iş budur ki, mesela qalxasan yerindən gedib kitab oxuyasan, ya durasan yerindən gedib idman eləyəsən. Mesela bu cür sözler, bu cür misallar her dilde müşahidə olunur. Məsələn, bir nəfər oturub, məsələn, valideyn gəlib öz uşağına söz deyir. Deyir ki, ən yaxşı iş budur ki, sən yerindən durub gedib kitab oxuyasan. Və yaxud da deyir ki, ən yaxşı iş budur ki, sən qalxıb gedib məsələn idmanla məşğul olasan. Bunun mənası bu deyil ki, həqiqətən ən yaxşı iş kitab oxumaqdır və yaxud da idmanla məşğul olmaqdır. Bu cür məqamlarda bu üstünlük, bu əfzəliyyət nisbidir, nəinki mütləq. Nəinki bütün yaradılmışların, bütün mövcud olanların içərisində, bütün ehtimal olunan, bütün mümkün olan işlərin içərisində ən üstünü budur. Xeyr, bu mənaya yox. Nisbi üstünlük mənasındadır bu kimi hədislərdə qeyd olunan üstünlük. Ona görə bu kimi hədislərdə qeyd olunur ki, en üstün cihad məsələn filandır. Başka hədislərdə də qeyd oluna bilər ki, məsələn en üstün cihad məsələn filan işi görməkdir. Bunların arasında bir ziddiyyət yoxdur. Yəni bu yerlərdə bu üstünlükdən məqsəd mütləq üstünlük deyil. Bəli, bu hədisdə də qeyd olunur, en üstün cihad budur ki, insan başkalarına zulüm, sitem eləmək qəsdi olmadan bu halda sübh eləyə. Əgər istəsək, Ali rəhbər buyurur ki, əgər istəsək bu ibarəni daha doğru məna eləyək, mənası bu olacaq ki, yəhimmu bi əllə yəzlimə əhədə. Yəni, nəinki çalışmır bir kəsə zülm eləməsin. Əksinə, ümumiyyətlə heç kəsi öz zülmünün obyekti qərar verməsin. Yəni çalışır, qəsdi var,
niyyəti var ki, ümumiyyətlə heç kəsi öz zülmünün obyekti qərar verməsin. Bu həqiqətən cihadların ən üstünüdür. Bu həmçinin onu göstərir ki, digərlərinin hüququna riayət eləmək, başqalarının hüquqlarını qorumaq, başqalarının haqlarına riayət eləmək müqəddəs şəriətimizin nəzərindən nə qədər əhəmiyyətlidir. Hədisin ardınca Peyğəmbər sallallahu belə buyurur: "Ya Ali, mən xafən nasu lisanə fəhvə min əhlin nar." O kəs ki, insanlar onun dilindən qorxurlar, fəhvə min əhlin nar, o cəhənnəm əhlidir. Bəziləri var, görürsən ki, elə dilləri heç bir dəlil olmadan onun əleyhinə, bunun əleyhinə gecə gündüz dayanmadan çalışır. Bunun üçün pis söz deyirlər, onun qeybətini eləyirlər, bunu təhqir eləyirlər, bunu söyürlər və s. və s. müxtəlif formada elə bunun dili insanlara əziyyət verir. Bu cür insanlar çox diqqətli olmalıdır. Bu cür insan bilsin ki, insanlar bunun təhqirindən qorxur, bunun pis sözlərindən qorxur, bunun dilindən narahatdır, o bilsin ki, cəhənnəm əhlidir. Əlbəttə, əmr biməruf eləyənlər, nəhi əz münkər eləyənlər istisnadır. Yəni, bəzən ola bilər, bəzi insanlar kimlərisə öz dilləri ilə narahat eləsinlər, əlbəttə təhqir eləmir, əmr biməruf eləyir. Yəni, yaxşı işlərə dəvət eləyir, pis işlərdən çəkindirir. Ola bilər onun üçün bu narahatçılığa səbəb olsun. Yəni, ola bilər, məsələn, bu cür insanı görəndə narahat olsunlar ki, məsələn, yenə bu gəldi, bizi narahat eləyəcək. Yox, bunlar istisnadır. Bunun narahat eləməyi gərəkdir olsun. Yəni, gərəkdir ki, belə insanlar olsun ki, insanları yaxşılığa dəvət eləsinlər, insanları gördükləri pis işlərdən çəkindirsinlər. Məqsəd bu insanlar deyil. Məqsəd o insanlardır ki, heç bir dəlil olmadan bunun dalınca danışırlar, ona töhmət vururlar və yaxud da digər məsələlərlə insanlara öz dilləri ilə əziyyət eləyirlər. Bu insanlar bilsinlər ki, bunların gördükləri bu iş çox çirkin işdir və bu işi görənlər cəhənnəm əhlidir. Allah bizi bu cür insanların şərrindən amanda saxlasın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.